Başlayaq 6.1-dən. Onsuz hər dəfə sizə listening-in transkriptini atıram. Oradan səhvlərinizə rahat baxa bilirsiniz. Deməli, 6.1-də deyir ki, rainforests are accountable. Accountable nə deməkdir? Tərcüməsinə baxmısınız? Accountable, responsible sözünün sinonimidir. Yəni ki, məsuliyyətli həm də ki, cavabdeh mənasındadır. Məsuliyyətli, cavabdeh. Deyir ki, cəngəlliklər 20%, dünyadakı 20%-dən az olan oksigen üçün cavabdehdir, məsuliyyətlidir. Amma mətndə diqqət yetirsəz, 20%-dən az deyildi. Neçə faiz idi? 28% olmalıydı, səhv eləmirəmsə. Baxın, mən sizə bayaq dedim ki, responsible, accountable-la sinonimidir. Qəbulda da həmişə belə olur. Heç vaxt eyni sözü yazmırlar. Sinonimlə əvəz edirlər, ya da ki, parafraz edirlər. Deyir ki, cəngəlliklər dünyadakı oksigenin 28% üçün cavabdehdir. Amma burada yazıb ki, less than olduğuna görə 6.1 olacaq false. Sonra baxırıq 6.2-yə. Deyir ki, many species of plants, çoxlu bitki növləri, sonra həşərat növləri, mikroorqanizmlər haven't been discovered, hələ kəşf edilməmişdir cəngəlliklərdə. Mətndə diqqət yetirsəz, deməli mətndə yazılıb ki, o hansı hissədəydi, dəqiqə tapaq. Yazılıb ki, baxın burada. It has been estimated that, estimate də təxmin edilməkdir. Təxmin edilir ki, there may be many millions of species of plants. Deyir demək olar ki, milyonlarla bitki növləri, həşərat və mikroorqanizm növləri still, hələ də undiscovereddir. Undiscovered nə deməkdir? Kəşf edilməmişdir. Burada da yazılıb ki, have not been discovered. İkisi də eyni şeydir. Have not been discovered elə bir sözlə undiscovered deməkdir. Ona görə də 6.2 olacaq true. Sonra baxırıq 6.3-cü suala. Deməli, 6.3-cü sualda deyir ki, rainforests have contributed. Contribute nə deməkdir? Keçən dəfə sizə demişdim. Contribute nə idi? Dediyim sözləri çox güclü qeyd edirsiniz deyəsən. Contribute töhfə verməkdir. Qatqısı olmaq, töhfə vermək. Deyir ki, cəngəlliklər iqtisadi inkişafa töhfə vermişdir. Mətndə deməli baxsaq. Burada konkret olaraq yazılmayıb, amma yazıb ki, rainforest produce, cəngəlliklər istehsal eləyir nə? Many items, çoxlu şeylər, hansı ki, that we all use in our daily lives. Gündəlik həyatımızda hamımız ondan istifadə edirik. Ondan sonra da deyir ki, tropical rainforest, tropiki meşələr, cəngəlliklər nə ilə təchiz eləyir? Timber. Timber uşaqlar şeydir, taxta şalban var, timber taxta şalbandır. Sonra digər rainforestlər, baxın burada, digər ümumi cəngəlliklər özünə daxil eləyir nəyi? Şokoladdır, qənddir, sonra sinnamon darçındır, rabə pozandır, medisin dərmandır, pineapple şaftalıdır. Bunlarla bizi təchiz eləyirsə, bu nədir hamısı? İqtisadi təchizatdır da, düzdür, ekonomik təchizatdır. Onda 6.3 nə olacaq? True. Sonra baxaq 6.4-cü suala. 4/1 deyir, quarter. İngilis dilində 4/1-ə quarter deyirlər. Əgər mətndə tapmamısınızsa, yəqin onu götürüb false yazmısınız. Deyir ki, deməli, təbii dərmanların 4/1-i have been discovered, kəşf edilmişdir harda? Tropiki meşələrdə, tropiki cəngəlliklərdə. Mətndə diqqət yetirsəz, mətndə də yazılıb ki, over 1 quota of natural medicines, deyir ki, 4/1-dən çox olan təbii dərmanlar have been discovered, orada kəşf edilmişdir. Harda? Rainforestdə, cəngəlliklərdə. Onda deməli 6.4 olacaq true. 7-ci suala baxaq. 7-ci sualda deyir ki, it has also been estimated that, bayaq sizə qeyd elədim ki, estimate nə deməkdir? Təxmin etmək. Ümumiyyətcə yoldaşlar, buradan yazıram təxmin etmək sözlərini özünüzdə qeyd eləyin, çox işlənir. Biri estimate'dir, biri guess'dir, hansı ki markadı var, guess. Biri guess'dir, sonra suppose'dur, təxmin etmək. Bunlar hamısı təxmin etməkdir. Deməli,
Deyir ki, həmçinin təxmin olunur ki, there may be əslində bu cümlə mətndə olduğu kimi var idi. Məncə elə indicə baxmışdıq o hissəyə. Undiscovered olan hissə hardaydı? Baxın burada. It has been estimated that there may be many millions of species of plants. Milyonlarla bitkilər, həşəratlar və mikroorqanizmlər hələ kəşf edilməyib. Olduğu kimi səhv eləmirəmsə, həmin cümləni burada yazıblar. Həmin cümlə hansı variantdadır? Baxın C variantında. Many millions of species of plants, insects and microorganisms still undiscovered in tropical rainforest. Cavab olacaq C variantı. A'da discovered yazıldığına görə səhvdir. Sonra B'də də discovered yazılıb. D'də nə səhvdir? Many thousands of species, microorganisms still undiscovered. C ilə D variantını, burada thousands yazılıb, C'də amma millionsdur. G variantına baxsaq, many thousands of species, insects already discovered. Artıq kəşf edilib deyir, buna görə səhvdir. Olduğu kimi cavab hansı variantdadır? C variantında. Sonra baxaq 8-ci suala. 8-ci sualda yoldaşlar, annual sözünün mənası illikdir, illik, bir illik yəni. Bir də yoldaşlar, decade sözü var, decade yazılır. Bu da 10 illik deməkdir. Əgər bilmirsinizsə qeyd edin. 10 illik də decadedir. Bizdən illik sözünün definition'ı soruşur. A variantında bu by chance-la unintentionally sözünün ikisini də özünüzdə qeyd edin. Yanına da bir dənə by accident yazın. Deməli, by chance-dır, unintentionally-dir, by accident-dir. Üçü də təsadüfən deməkdir, təsadüfən. A variantı getdi. A thing able to be provided, təchiz oluna bilən bir şey, əlaqəsi yoxdur. B variantı getdi. C-yə baxın, occurring once every year, ildə bir dəfə baş verən. Cavab olacaq C variantı. Bir də əgər occur sözünü bilmirsinizsə qeyd eləyin. Occur sözü ilə happen sözü, ikisi də baş vermək deməkdir və bir-biri ilə sinonimdir. D variantı nə deyir? Happening in a short time, qısa müddət ərzində baş verən və yaxud da cəld şəkildə baş verən. Y-də də deyir ki, becoming worse day by day, gündən günə pisləşən. D-də Y-də əlaqəsi yoxdur, cavab olacaq C variantı. Sonra baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, tropiki cəngəlliklərlə bağlı yanlış olan fikri götürün. A variantı bayaq olduğu kimi var idi. Produce many items that we use such as chocolate, sugar, rubber, medicine and pineapples. Bunu bayaq sizə göstərmişdim ki, istehsal eləyir, şokoladdır, qənddir, pozan, dərman və şaftalı. Bu aiddir. A variantını çıxırıq. B-də deyir ki, are characterized by a warm, ilıq və quru iqlimi ilə xarakteriz olunur. Baxın yoldaşlar, bax, quru sözünə görə səhvdir. Arid quru deməkdir. Amma mətndə baxsaz, orada səhv eləmirəmsə wet yazılmışdı. Yazılıb ki, tropical rainforests are characterized by a warm okeydir, ilıq, and wet yazılıb. Wet nə deməkdir? Wet nəm deməkdir. Bir wetdir, bir də humiddir. Bu hissədən qeyd edeyim. Wetlə humid nəmdir, amma arid nəmdir, quru deməkdir. Ona görə elə B variantı səhvdir. Cavab olacaq B variantı. Sonra baxırıq 10-cu suala. 10-cu sualda mətndə hansı suala cavab var deyə soruşur bizdən. Baxaq bir-bir. Yazılıb ki, how much is the setting of minimum normal annual rainfall? Deyir ki, minimum olaraq illik şəlalənin olmağı, təşkil olunmağı nə qədərdir? Gəlin baxaq, annual rainfall-dan harda danışılır? Məncə var idi bunun cavabı mətndə. 250-400 aralığında, 450 aralıq olmalıydı. Yəni, belə eləyim. Deyil, ən birinci cümlədə. Yazılıb ki, annual rainfall between 250 and 450 cm. 250 və 450 cm arasında dəyişir. Deməli, 10-cu sualda birin cavabı var. Biri götürürəm. Where is 50% of the world rainfall is located? Deyir ki, dünyanın 50% cəngəlliyi harda yerləşir? Located yerləşməkdir. Bu haqda məlumat var, yox idi. 2-yə çıxdım. 3-də deyir ki, why is also rainforest called as world largest pharmacy? Deyir ki, niyə cəngəlliklərə
Həmçinin dünyanın apteki deyirlər. Farmasi də aptek deməkdir. Niyə elə deyirdilər? Mətndə biz bayaq göstərdik ki, deməli, yazılmışdı ki, 1/4 dərmanlar, hardaydı itirdim oranı. Over one quota of natural medicines, baxın bu hissədə. Have been discovered there. Çünki dünyanın 1/4 dərmanı orada kəşf olunurdu. Yəni təbii dərmanı Rainforestdə kəşf olunurdu. Buna görə də dünyanın apteki adlanırdı ora. Üçün cavabı var. 4-ə baxaq. What is the three largest rainforest? Ən böyük 3 cəngəllik deyir hansıdır? Bu haqda məlumat yox idi. How many percent of Earth species indigenous to the rainforest? Deyir ki, dünyanın nə qədər deyir növüdür ki, neçə faiz növüdür ki, sırf cəngəlliyə məxsusdur. Indigenous species nə deməkdir yoldaşlar? Bir yerə aid olan, bir əraziyə aid olan. Deməli, bunun cavabı səhv eləmirəmsə olmalıydı. 40 və 75% aralığında. Baxın burada yazılıb ki, around 40% to 75% of all biotic species are indigenous to the rainforest. Hardasa deyir 40 və 75% arası növdür ki, bu sırf rainforestə məxsusdur. 5-in də cavabı var. 5-i götürürük. Cavab olacaq 1, 3, 5. Bura kimi mətndə problem var kimdəsə? Mətn okeydir hamıya? Bəli, müəllim. Tamam. Keçək digər suallara. Bayaq baxdım sizin PDF-ə. Burada negativ sentenslə də bağlı cümlələr var imiş. Suallar var imiş. Əslində çətin bir şey yoxdur. Sadəcə negativi sizə əvəzləyib qutarandan sonra keçəcəm. Amma asandır. Gəlin baxaq. 11-ci sualda bizdən düzgün inkar cümləni soruşur. Ümumiyyətlə yoldaşlar yadınızda saxlayın ki, birinci qayda elə A variantına aiddir ki, inkar cümləsinin sonunda heç vaxt to işlənmir. Ümumiyyətlə inkar cümlədə also-dur, sonra burada gördüyünüz to-dur, both-dur, bir də as well-dir. Bu gördüyünüz sözlər heç vaxt inkarda işlənməz. Altına yazım ki, inkarda işlənməz. İstəyirsə özünüzə indidən qeyd edin, inkarı keçəndə rahat olsun. İnkar cümlələri tələbələrin ən sevdiyi mövzu, çünki ən asan mövzudur. A variantın to-ya görə çıxdım. A getdi. Sonra baxıram B variantına. Philip hadn't neither brother nor sister. Biz demişdik ki, neither cümləni inkara çevirir. Neither nor cümləni inkara çevirir. Və bir sadə cümlədə 2 dənə inkar olmaz. Bu qaydanı buradan bir də qeyd edirəm. Bir sadə cümlədə 2 inkar olmaz. Bu il 3-cü şansa negativ sentens düşmüşdü. Amma çox asandır. Bu ikinci qaydamız. B variantını çıxdım. C'də Philip had neither a brother or sister. Yadınızda saxlayın ki, yoldaşlar, neither orla işlənmir. Neither norla işlənir. C variantında çıxdım. Orla bir dənə either işlənir. Either or olsa düz idi. Amma neither norla işlənir. Either or olur. Sonra baxıram D variantı niyə səhvdir. Philip had no any brother or sister. Yadınızda saxlayın ki, ingilis dilində no any deyə bir şey yoxdur. No any birləşməsi ümumiyyətcə səhvdir. Bu bir. İkincisi də ki, əgər mən buradakı any-ni götürsəydim, no or olsaydı onda düz idi. No orla işlənir. D variantında çıxıram. Baxın, Y variantı tərtəmiz düzdür. Philip had no sister or brother. Philip'in də nə bacısı var, nə də qardaşı var. Nə də ki deməkdir bu. Cavab olacaq Y variantı. Sonra baxaq 12-ci suala. 12-ci sualda opposite meaningi soruşur. Opposite əks deməkdir. Verilən sözün əks mənası. Object sözü etiraz etmək deməkdir. Object etiraz eləməkdir. Etiraz etmək sözü kimi bir də to mind sözü var. To mind. Hansı ki bunu uşaqlar anlamına gəlmək kimi bilir. To mind da etiraz eləməkdir. Sonra mean var. Mean də etiraz eləməkdir. O ingilislər deyir, eşitmişsiniz, if you don't mean, əgər etiraz eləmirsənsə falan şey eləmək istəyərəm. Minddir, meandir və object üçü də etiraz eləməkdir. Elə A variantı bizim yox, protest etiraz eləməkdir. Mən elə bildim ki, yaxın mənanı soruşur. Protest etiraz etmək, əgər yaxın mənanı sorursaydı cavab A idi. A variantı getdi. Əqri razılaşmaqdır. Opposite etiraz etmək, əqri razılaşmaq. Bunlar əks mənadır. Cavab B variantıdır.
Conceal yoldaşlar silməkdir. Bunu qızlar daha yaxşı yadında saxlayır. Hansı ki concealer var, makyaj vasitəsi kimi istifadə edirsiniz. Onu niyə istifadə edirsiniz? Ləkələri silmək üçün, ləkələri örtmək üçün. Conceal silməkdir. C variantı getdi. Silmək həm də gizlətmək. Sonra doubt şübhə eləməkdir. Şübhə etmək. Murder də öldürmək, adam öldürmək məsələn. Y variantı getdi. Cavab olacaq B. Sonra baxaq 13-cü suala. Yazıb ki, I read the book from beginning to end. Kitabı deyir başdan sona kimi oxumuşam. Deməli, kitabı necə oxuyub? Bütün oxuyub da, bütün kitabı oxumuşam deyəcəksə, cavab olacaq A variantı. I read the whole book. The whole yoldaşlar, bütün bütöv deməkdir. Bütün kitab oxumuşam. Bütün bütöv. Neysə bilirik ki, heçdir. Both hər ikisidir. All hamısıdır. Soruşa bilərsiniz ki, all niyə olmaz? Çünki nöqtələrdən sonra Z yoxdur. Əgər Z olsaydı, olu da götürə bilərdiniz. Every də hər deməkdir. Tərcümə ilə düz gəlmir. Cavab olacaq A variantı. Sonra baxırıq 14-cü suala. 14-cü sualda mübtədə xəbər uzlaşmasına bağlıdır. Deməli, yoldaşlar, mən sizə demişdim ki, hardakı oflu birləşmələr gördünüz? Xəbər nə ilə uzlaşır? Ofdan əvvəllə. Ofdan əvvəlki birləşməmə baxıram, görürəm ki, cəmdədir, düzdür. Amma həz tək xəbərdir. Burada həzin yerinə nə olmalıydı? Have-been olmalıydı. A variantı getdi. Sonra baxıram B variantına. Sizə keçən dəfədə a number of-la the number of-un fərqini demişdim. A number of-la the number of-un fərqi nə idi? Kim deyər mənə? A number of-un xəbər İsim cəm cəm. xəbər cəm. A number of da, bəli, isim cəm, xəbər də cəm olur. Bəs the number of da İsim cəm xəbər tək. nəyinə yadımızda saxlayırdıq onu, yadımızdan çıxmasın deyə. Buradakı t-larla demişdim də, xəbər tək, the number of da t ilə başlayır. Belə daha yaxşı yadımızda qalar. B variantı niyə səhvdir? People həmişə cəm isimdir, insanlar deməkdir. Amma həz tək xəbərdir, burada da have olmalıydı. B variantını çıxdıq. C variantına baxaq. A basket with a lot of vegetables. C variantının səhvini mənə kim deyər? C variantı niyə səhvdir? Burada müəllim basketdən gedir də, yəni çoxlu tərəvəz olsa da bir dənə səbət var. Ay, sağ ol. Bizdə burada tərəvəzlərlə işimiz yoxdur. Ümumiyyətlə, mən sizə demişəm, ofdan əvvələ baxın. Həmişə prepositiondan əvvəlki sözə baxın. Bizdən əvvələ baxın. Deyir ki, tərəvəzlərlə dolu səbət. Söhbət nədən gedir? Səbətdən gedir də. Səbətin içindəki tərəvəzlərdən getmir ki. Deməli, mənim xəbərim nəyə aid olacaq? Bax, bu səbətə aid olacaq. Amma burada gətirib xəbəri vegetables-a aid edib, tərəvəzlərə aid edib. Mənim tərəvəzlərlə işim yoxdur. Söhbət içi dolu olan səbətdən gedir. Səbət də bircə dənədir. Səbət bir dənədirsə, mənim xəbərim are yox, is olmalıydı. C variantını buna görə çıxıram. Sonra D-yə baxaq. There is wine glasses. There is zərə uşaqlar özündən sonra gələn isimlə uzlaşır. There is-dən sonra gələn ismim glasses, şüşələr. Cəmdə olduğuna görə burada is yox, are olmalıydı. D variantında çıxıram. Y-yə baxaq. The number of dedik ki, isim cəm, xəbər tək olmalıdır. İsimim cəmdir, xəbərim də təkdir. Y variantında bir problem görmürəm. Cavab olacaq Y. Sonra baxaq 15-ci suala. 15-ci sualda negativ sentenslə bağlıdır. Burada başlıq verməyib, başlıq olaraq olmalıydı ki, cümləni negativə çevirin. Deyir ki, I need someone's help in my new job. Yeni işimdə kiminsə köməyinə ehtiyacım var. Biz deyəcəyik ki, yeni işimdə heç kimin köməyinə ehtiyacım yoxdur. Ümumiyyətcə, yoldaşlar, ingilis dilində 2 dənə need var. Mən bunu həmişə tələbələrə belə başa salıram. Bu qaydanı başa düşsələr, heç vaxt səhvləri çıxmayacaq çünki. Needlər hansılardır? Biri var əsas feil need. Biri də var modal feil need. Modal feil need. Modal feil need malı-məli deməkdir. Malı-məlidir. Amma əsas feil need ehtiyacı olmaq deməkdir. Bəs mən cümləni negativə çevirəndə hardan biləcəm ki, söhbət əsas feil need-dən gedir, yoxsa modal feil need-dən gedir? Qısa konkret bir dənə qaydası var.
Əgər modal feillidirsə, birincisi onu yadınızda saxlayın ki, modal feilli ancaq yalnız inkar və sual cümlələrində işlənir və sual cümlələridir. Və inkarı və sualı nidin özü ilə düzəlir. Nidin özü ilə düzəlir. Amma siz əsas feillidir, təsdiqdə də işlədə bilərsiniz, inkarda da işlədə bilərsiniz, sual cümləsində də işlədə bilərsiniz. Tək fərqi odur ki, əsas feillidin sualı və inkarı işləndiyi zamandan asılı olaraq köməkçi feillərlə düzəlir. Ümumiyyətcə, köməkçi feil nədir? To be, Yəni, do, does, did. Do, ay sağ ol, do, does, did, have, has. Burada yazım ki, işləndiyi zamandan asılı olaraq köməkçi feillərlə düzəlir. Bir də fərqi nədir, yoldaşlar? Modal feillikdən sonra ancaq V1 gəlir. Feilin birinci forması gəlir. Əsas feillikdən sonra V1-dən başqa hər şey gələ bilər. V1-dən başqa hər şey. İndi məsələn, atıram. Burada yazıram ki, I needn't. Tutaq ki, I needn't və shoes. Buradakı need hansı needdir? Kim deyər? modal. Niyə? Çünki özü ilə düzəlir inkarı. Və özündən sonra nə gəlir? Və bir gəldi. V1 cavabı Ay, özü. sağ olun. Feilin birinci forması gəlib. V1 gəlib. Bəs mən yazsam ki, tutaq ki, I don't need anybody. Heç kəsə ehtiyacım yoxdur. Bəs bu hansı needdir? Burada feildir. Əsas feil needdir. Birincisi, ay, sağ ol. İnkarı işləndiyi zamandan sonra köməkçi feil ilə düzəlib. İkincisi, needdən sonra nə gəlib? Əvəzlik. Düzdür. Mən də sizə dedim ki, modal feil needdən sonra ancaq V1 gəlir. V1 gəlməyibsə deməli nədir bu? Əsas feil needdir. Düzdür. İndi 15-ci sualda needdən sonra nə gəlib? Someone's help. Kiminsə köməyi. İsmi birləşmə gəlib. Düzdür. V1 gəlməyib ki. Plus da ki, təsdiq cümləsində işlənib. Onda bu hansı needdir? Köməkçi. Feildir. Köməkçi, əsas feil. Əsas feil needdirsə, mən bunu inkara necə çevirəcəm? Don't əlavə eləyəcək. I don't need. Ay, sağ ol. Qaydanı biləndən sonra mənim 3 dənə variantım getdi. A da getdi, D də getdi, B də getdi. Qaldım C ilə Y-nin arasında. C ilə Y-dən C variantına baxsaq, C variantında inkardan sonra tam işlənib. Burada someone yox, anyone olmalıydı. C variantı getdi. Cavab olacaq Y. Əsas feilnidlə modal feilnidin fərqi ki, hamıya aydın oldu. Fərqləri nədir? Yenə düşsə yaza biləcəksiniz. Ekranı biraz yuxarı qaldırarsınız, onu bir dənə screen yerdə. Buyur. İstəyirsən screen elə lap sərgəli yazıb ataram sizə dəftərdə. Burada tabletin ekranı balacadır deyə yazmaq olmur. Ekranı yox, qıraqları ağ gibi balacadır. Bilmədim, yeter. Tamam. Deməli, Samla Eni'nin fərqini də sizə demişdim ki, yenə də yadınıza salaq. İnkar plus Eni olur. Eni ilə Sam bir-birinin fərqi idi. Samdan da sonra inkar işlənir. Heç vaxt bir-birinin tərsi olmaz. Eni'dən sonra inkar olmaz. Eni plus inkar görsə səhvdir. Samdan da əvvəl inkar olmaz. Bu da bu qaydadır. Görürsünüz, nidin qaydasını biləndə 3 dənə variant çıxır, sonra təzədən bir dənə başqa qayda çıxır. İndi baxaq 16-cı suala. 16-cı sual zamanlarla bağlı bir sualdır. Bilirsiniz, əslində mən tələbələrə demək olar ki, qayda keçmirəm. Qaydaları həmişə belə qarışıq şəkildə testlərin içində atıram. Elə daha yaxşı yadda qalır. Burada da if-in qaydasıdır. If keçən dəfə sizə dediyim unless-lə eynidir. If-lə unless-dən sonra sağ tərəfində daha doğrusu. Bu plusu silək, ox qoyum. Nə oldu? Bir dəqiqə gözləyin.
Əvəzin ikinci hissəsini də keçəcəyik bu gün. Deməli, neçədə qalmışdıq? 16. Hə. Ifin qaydası nədir uşaqlar? İfin sağ tərəfində ifin və anlayışın. Sağında indiki sadə zaman gəlirsə, solunda həmişə gələcək sadə zaman olur. Sağında keçmiş sadə zaman gəlirsə, solunda həmişə keçmişə nəzərən gələcək zaman olur. Keçmişə nəzərən gələcək. Keçmişə nəzərən gələcəyi bilmirsinizsə, keçmişə nəzərən gələcək should-would-la düzəlir. Amma if-də də, unless-də də həmişə bax bu sağ tərəf sadə zamanlar olur. Heç vaxt gələcək zaman işlənə bilməz. Heç vaxt bitmiş zaman işlənə bilməz. Deməli, baxıram nöqtələrə, if-in sağ tərəfinə. İfin sağ tərəfi dedim ki, sadə zamanlar olmalıdır, düzdür? A variantı avtomatik gedir, gələcək zamandır. C variantı gedir, gələcək zamandır. Başqa nə qalır? Yerdə qalanlara baxaq. Karş cəmdədir. Karş cəmdədirsə mən onu izlə işlədə bilmərəm. D variantı getdi. Başqa nə qaldı? Qalırıq B ilə Y-nin arasında. B ilə Y-də də məchul növ söhbəti var. Deyir ki, əgər maşınlar yavaş sürülməsəydi, maşınlar kimsə tərəfindən sürülür də, düzdür? İndiki sadə zamanda da məchul növü əmizar plus V3 ilə düzəldirəm. Əmizar plus V3. Drive'ın da üçüncü forması necə olur? Birinci forması drive'dır, ikinci forması drove'dur, üçüncü forması da driven'dır. B variantında drive'ın ikinci formasıdır. B variantında çıxdım, cavab olacaq Y variantı. Deyir ki, maşınlar yavaş sürülməsəydi, çoxlu qəzalar baş verəcək. Daha doğrusu maşınlar yavaş sürülməsə, çoxlu qəzalar baş verəcək. Cavab olur Y variantı. Sonra baxırıq 17-ci suala. Mən ümumiyyətlə sizə demişdim ki, əgər zamanlarla bağlı bir sualı həll eləyirsinizsə, birinci uzlaşmayan variantlara çıxın. Uzlaşmayan variant da nə demək idi? Keçmiş zaman yalnız keçmişlə uzlaşır. İndiki zaman həm indiki zamanla, həm gələcək zamanla uzlaşır. Gələcək zamanda ancaq indiki zamanla uzlaşır. Və yadınızdadırsa demişdim ki, heç vaxt gələcəklə gələcəyi bir variantda görə bilməzsiniz. Heç vaxt keçmişlə gələcəyi və yaxud da keçmişlə indikini bir variantda görə bilməzsiniz. Həmin qayda ilə getsək, deməli, həmin qayda ilə getsək, hansı variantları çıxarıq? Y variantını çıxarıq. Y variantında let keçmiş zamandadır, həz indiki zamandır. Mən letin keçmiş zamanda olduğunu hardan bilirəm? Qar təkdədir. Əgər let indiki zamanda olsaydı, burada bir dənə S olardı, let olardı. Ona görə Y variantı getdi. Sonra başqa uzlaşmayan variant var. Uzlaşmayan yox, feilin səhv olduğu variant var. He-dən sonra have checked yox, has checked olmalıydı. D variantını çıxıram. Sonra başqa hansı variantda səhv var ona baxaq. Başqa variantda uzlaşmamaq söhbəti yoxdur. Uzlaşmamaq söhbəti olmadığına görə gəlin başqa şeyə baxaq. Cümlənin sonunda yet var, hələ. Yet necə cümlənin sonunda işlənir? İnkar. Yet ancaq inkar cümlənin sonunda işlənirsə, C variantında çıxıram. Oy, saçdım kuru qaldı mən. Niyə pozanı basanda fırlanır? Dəqiqə gözləyin. Fırlansın görək nə olacaq. Təbləşəmi bir olanda. Dəqiqə üzrü sayın. Neçədəydik? 17-də. Deməli, dedik ki, yet ancaq inkar cümlənin sonunda işlənir. C variantının inkar olmadığına görə çıxırıq. D ilə yeni uzlaşmaya görə çıxmışdıq. Qalırıq A ilə B-nin arasında. A ilə B variantlarına baxsaq, bir də ki, uşaqlar, yet həm inkar cümlədə işlənir, yet həm də ki, bitmiş zamanda işlənir hələ. Bitmiş zamanda işlənirsə, A variantı keçmiş sadə zamanda A variantını da çıxdım. Cavab olacaq B. Deyir ki, bələdçi
Bizə stadiona daxil olmağa icazə vermədi. Çünki o biletlərimizi hələ yoxlamamışdı. Yoxlamadı demirik ki, yoxlamamışdı deyirik. Cavab olacaq B. 18 nə boydadır? Baxaq 18-ə. Tərcümə ilə bağlı bir sualdır. Deyir ki, you are in a library. Kitabxanadasan. Everybody, hər kəs, including yourself, hər kəs sən daxil, is trying to work, işləməyə çalışır. A man in the corner is shouting. Deyir ki, küncdə oturan kişi qışqırır və gülür. Baxmayaraq ki, even though baxmayaraq ki, there is a quiet please sign on the wall. Divarda sakit olun, zəhmət olmasa işarəsi var. You want to warn firmly. Deyir ki, sən onu ciddi şəkildə uyarmaq istəyirsən, xəbərdarlıq eləmək istəyirsən. Without being rude. Rude nə deməkdir? Kobud. Deyir ki, sən onu kobud olmadan xəbərdarlıq eləmək istəyirsən. So you say. Və belə ki, sən nə deyərsən ona? Baxaq bir-bir. Aren't you aware of where you are? Deyir ki, sən bilmirsən ki, sən hardasan. Cəmaət işləmək istəyir. İnsanlar işləmək istəyir. Bu kobud çıxır, düzdür? Amma burada deyir ki, kobud olmadan nə deyərdin? A, getdi. Excuse me, could you tell me what books are over there? B variantında deyir ki, üzürlü sayın. Digər tərəfdəki kitablar hansılardır deyə bilərsən. B də getdi. C-də deyir ki, shut up, səsivi kəs. Bu axı etik deyil, amma orada sizdən soruşur ki, kobud olmadan nə deyərsən? Can't you read the sign? Deyir, işarəni oxuya bilmirsən. C kobuddur, C-ni də çıxdıq. B-də deyir ki, excuse me, üzürlü sayın. Would you mind being quiet? Sakit olmağa, səssiz olmağa deyir, etiraz edərsinizmi? We are all trying to concentrate. Hamımız konsentrə olmağa çalışırıq. D variantı daha nazik, daha etik cavab olduğuna görə cavab olur D. Y-yə baxaq. Why don't you come and sit with me? Deyir, niyə gəlib mənimlə oturmursan? I would like to hear some of your jokes. Sənin zarafatları eşitmək istəyirəm. Heç bir əlaqəsi yoxdur. Cavab olacaq D variantı. Sonra baxırıq 19-cu suala. Burada neçə sual? 25-dir. Baxaq 19-a. Hara getdi? 19-da deməli make-updır. Make-upda nə demişdik? One day ilə başlaya bilərik, once ilə başlaya bilərik, one day ilə və yaxud da once ilə başlaya bilərik. Ümumi bir fikirlə başlaya bilərik. Bir də ən çox baxmalıyıq qoşa nöqtədən sonra dırnaq işarəsinin olmağına. Qoşa nöqtədən sonra dırnağın olmağına. Bu üç dənə qaydadan istifadə edərək make-up'ı daha rahat şəkildə eləyə bilərik. Bu qaydalarla getsək, once-la başlayana baxaq. Once a hungry fox saw a crow sitting on the tree with a piece of cheese in her mouth. Deyir ki, bir gün ac olan tülkü deməli, ağacda ağzında bir tikə pendir olan qarğanı gördü. Once-la başlasaq, əslində uyğun gəlir. Ya B olacaq, ya da D variantı olacaq. Qalırıq B ilə D-nin arasında. Bir dəqiqə üzrü sayın. Deməli, üzrü sayın. 4-dən geçsək, A-nı, C-ni və Y variantlarını çıxdıq. 4-dən sonra görək ən çox nə gəlir? 1 gəlir hər ikisində də. What a pretty bird you are. Deyək ki, nə qəşəngsən, sən nə qəşəng quşsan. 4-1. 4-1-dən sonra düzgün variantı qoysaq cavabımız çıxır. B-yə baxaq. 3-də deyir ki, you are the prettiest crow I have ever seen. Əslində uyğun gəlir. Deyir ki, sən gördüyüm ən gözəl qarğasan. Sonra 2-yə baxaq. Sing a song for me please. Mənim üçün deyir mahnı oxu. 2. 2-dən sonra 5. The silly crow was very proud, opened her mouth to sing a song. Deyir ki, axmaq qarğa çox fəxr elədi özüylə və ağzını açdı, mahnı oxumağa başladı. Okay, uyğun gəlir. 6. And of course the piece of cheese fell to the ground. Və ağzındakı pendir deyib düşdü yerə.
Sonra gələcək 7. I said that the crowd was beautiful. I didn't say that she was wise. Said the fox. Deyək ki, mən dedim ki, qarğa gözəldir, amma demədim ki, o müdrikdir. Uyğun gəlir. Cavab elə olacaq B variantı. Variantlarla işləsək cavab daha tez çıxar. 20-yə baxaq. 20-ci sualda bizdən insignificant sözünün sinonimini soruşur. Significant əhəmiyyətlidir, insignificant isə əhəmiyyətsiz deməkdir. Əhəmiyyətsiz sözünün sinonimini soruşur bizdən. Əslində bunu biləndən sonra cavab avtomatik çıxır, olacaq A variantı. Important əhəmiyyətli, unimportant isə əhəmiyyətsiz olacaq. Serious ciddidir, worthy dəyərlidir, meaningful mənalı, significant da önəmli, əhəmiyyətli. 21-ə baxaq. 21-də deməli, törəmə vəzifələrlə bağlı bir sualdır. Variantlarla işləyək, yoldaşlar. Əslində qayda ilə də işləyə bilərik. Məsələn, A variantında anything görürəm. Biz də bilirik ki, anydən əvvəl inkar olmalıdır. Cümlənin ikinci tərəfində heç bir inkar olmadığına görə A variantı getdi. Sonra B variantında any təsdiq cümləsində işlənmir. Anydən əvvəl inkar olmalıdır, amma cümlə təsdiqdə olduğuna görə B variantı da getdi. C-ni hələ ki saxlayaq. D-də də eyni qaydadır. Eyni təsdiqdə işlənmir. Eynidən əvvəl inkar olmalıdır. Heç bir inkar yoxdur. D də getdi. İndi tərcüməsinə baxaq. Deyək ki, hər şey stolun üstündə idi. C ilə getsək. I have taken nothing away. Mən heç nəyi götürməmişəm. Cavab elə olur C. Y-ni qoysaq, deyək ki, nəsə stolun üstündədir. Mən hər şeyi götürmüşəm. Tərcüməsi uyğun gəlmir deyə cavab olacaq C variantı. Sonra baxaq 22-ci suala. 22-ci sualda. Deməli, quantify ilə bağlı bir sualdır. Quantify-ın tərcüməsi qaydasında da bilirik ki, nöqtələrdən sonra gələn ismə baxırıq, düzdür? Variantlarla işləsək, nöqtələrdən sonra cəm isim gəlib. Biz bilirik ki, elotdan sonra isim gəlmir. Ümumiyyətcə, özündən sonra isim gəlməyən sözlərin içində elot var idi, nan var idi. Azəs və Z-azəs var idi. Elə Z-ni də burada yazaq. Azəs və Z-azəs idi, bir də törəmələr idi ki, özündən sonra isim gəlmirdi. Plus isim olmaz. A variantı, D variantın avtomatik çıxırıq. Digər variantlar uyğun gəlir. İndi gəlin ikinci nöqtəyə baxaq. İkinci nöqtədə nöqtələrdən sonra feil gəlib. Biz bilirik ki, kəmiyyət bildirən sözlər isimə aiddir, feilə yox. Kəmiyyət bildirən sözlər isimə aiddirsə, ənazələri çıxıram. Digəri deməkdir. Ənazədən sonra bilirik ki, sayıla bilən tək isim gəlməlidir. Sayıla bilən tək isim. Nöqtələrdən sonra nə gəlib? Feil gəlib. A da getdi, C də getdi. Z-azədən sonra istənilən isim gəlir, amma nöqtələrdən sonra isim yoxdur. B variantında çıxıram. Azəs nə deməkdir? Başqaları, digərləri deməkdir. Mübtədə rolunda çıxış eləyir və özündən sonra da feil gəlir. Deyir ki, bəzi insanlar həkim olmağa üstünlük verirlər. Digərləri, başqaları, hüquqşünas və yaxud da jurnalist olmağa. Cavab olacaq D variantı. 23-ə baxaq. Amelia's speech was so impressive that, deyir ki, Amelia'nın danışığı o qədər təsir edici idi ki, adı hardly cümləni inkara çevirir. Deyir, demək olar ki, heç kəs məmnun olmadı. A variantı getdi. All the audience irritated. Bütün deyir auditoriya irritated qıcıqlanmaq deməkdir. Qıcıqlanırdı deyir. B variantı getdi. Məntiqi sonluğun qaydası nə idi? 4 müsbət, 1 mənfi ya da ki 4 mənfi, 1 müsbət olmalıdır. A da mənfidir, B də mənfidir. She was clapped for a long time. Deyir ki, onun üçün uzun müddət əl çaldılar. C variantı müsbətdir. The attendants were quite disappointed. İştirakçılar deyir, tamamilə məyus idilər. D variant da mənfidir. Almost nobody applauded her. Deyir, demək olar ki, heç kəs ona əl çalmadı. Y də mənfidir. Bir dənə müsbət cavabım C-dir. Cavab da olacaq C variantı. Buna həmişə bu qayda ilə gələcəksiniz. 4 müsbət, 1 mənfi, 4 mənfi, 1 müsbət. 24-cü suala baxırıq. Cümlənin eyni mənada olan fərqli bir cümlə götürməliyik. Deyir ki, the twins resemble each other. Əkizlər bir-birinə bənziyirdi. Resemble, look like sözünün sinonimidir. Bilmirsinizsə qeyd edin. Look like-la resemble oxşamaq, bənzəmək deməkdir. Amma xarici görünüşdən oxşamaqdır. Deyir ki, əkizlər bir-birinə çox bənziyirdilər. I can never tell which is which. Mən heç vaxt deyə bilmərəm ki, hansı hansıdır.
Baxaq A variantına. A'da deyir ki, although the twins don't look like each other. Baxmayaraq ki, əkizlər bir-birinə bənzəmirdilər deyir. Amma burada nə deyir? Resemble, bənzəyirdilər. Don't-a görə çıxdım. A variantı getdi. I cannot tell the twins apart because I don't know them well enough. Deyir ki, mən əkizləri bir-birindən ayırd edə bilmərəm, çünki mən onları tanımıram. Axı bu cümlədə heç tanımaqdan söhbət getmir. Eləcə deyir ki, mən onları bir-birindən ayırd edə bilmirəm. B variantı da getdi. Plus da ki, B variantında oxşamaqla bağlı bir şey yoxdur. C-yə baxaq. It is impossible for me. Deyir ki, mənim üçün namümkün idi, mümkünsüz idi. Identify the twins. Əkizləri tanımaq. Identify tanımaq, müəyyən etmək deməkdir. Tanımaq, müəyyən etmək. Buradan qeyd edeyim. They look very much like one another. Deyir ki, onlar bir-birlərinə çox oxşuyurlar. C variantı tərtəmiz düzdür. Cavab olur C. O birinə baxaq. I can never tell the twins anything as they like each other so much. Burada like yox, look like olmalıydı. Deyir ki, mən əkizlərə heç nə deyə bilməzdim, çünki onlar bir-birini sevmirlər. Bir-birinə bənzəmirlər olmalıydı. The twins are similar to each other. Y'də də deyir ki, əkizlər bir-biri ilə eyni idi. I can easily name them. Deyir ki, amma mən asanlıqla onları adlandıra bilərəm. Amma burada deyir ki, mən onları tanıya bilmirəm. Cavab olacaq C. Və sonuncu sualımız 25-ci suala baxaq. I think school head teacher should expel students who cheat. Deyir ki, düşünürəm ki, məktəbin direktorları yalan danışan uşaqlara cəzalandırmalıdırlar. Cavabında da deyir ki, you are right, sən düz deyirsən. Teacher should explain them that cheats never win. Və deyir, müəllimlər onlara başa salmalıdırlar ki, yalançılar heç vaxt qalib gəlmirlər, winners never cheat. Qaliblər heç vaxt yalan danışmazlar. Burada you are right deyirsə, deməli elə bir şey deməlidir ki, ondan razılaşsın. A'da deyir ki, I don't think so, everybody cheats. Belə düşünmürəm, hər kəs yalan danışır. A uyğun deyil. I don't agree with you. Burada da razılaşmır. Deyir, mən səndən razı deyiləm. Və mənim fikrimcə baş müəllimlər onları sürgün eləməlidirlər, cəzalandırmalıdırlar. B getdi. C-də deyir ki, you are right. Sən düz deyirsən. Students who cheat always intimidate younger students. Deyir ki, yalan danışan şagirdlər həmişə gənc şagirdləri intimidate, zorakılıq göstərirlər. Amma burada deyir ki, sən düz danışırsan, müəllimlər onlara başa salmalıdırlar. Nəyi başa salmalıdırlar? Hələ bilmirik axı. Amma D-yə baxın. D-də deyir ki, I agree with you. Mən səninlə razıyam, amma əksər tələbələr səhv elədiklərini bilmirlər. Ən uyğun variant budur. O da cavabında deyir ki, müəllimlər onlara izah eləməlidirlər. Nəyi? Elədiklərini bilmədiyi şeyi. Cavab olacaq D variantı. 25 dənə sualdan aydın olmayan, qaranlıq qalan nəsə qaldı yoldaşlar. Qalmadısa ev tapşırığımızın səhvlərinə baxaq. 61-dən 90-a kimi vermişdim. Yazmışız hamımız. Bəli. Səhvlərimizi çata yazın, başlayaq. Bir dəqiqə ərzində çata yazın, səhvlərimizi baxaq səhvlərimizə.
Başlayaq. 70. 70 nədir ki? Canınızda bunu yazmısınız. 70 problemli sualdır uşaqlar. Burada 2 dənə cavab olmalıdır deyəsən. Əgər düz yadımda qalıbsa, burada 2 dənə cavab var. Deyir ki, the result of my first test in chemistry was bad. Kimyadan ilk testimin nəticəsi pis idi. A'da deyir ki, it's because you have had a lot of practice taking chemistry test. Deyir ki, çünki sən kimya testlərində çoxlu praktik aparmısan. A getdi. Therefore, you have to study much harder. Burada B'də uyğundur. Deyir ki, buna görə də sən daha çox çalışmalısan. Burada B'ni də götürə bilərsiniz. Burada D'ni də götürə bilərsiniz ki, kimya müəllimindən məsləhət və kömək almalısan. B ilə D arasında qalmışdı sizdə. B Ləmanla Günəşin səhvidir. Mən B yazmışdım, bəli. Səmanın da səhvidir. B-ni yazmışsınızsa okeydir. B də düzdür, D də düzdür tərcümə ilə. Yəni problem yoxdur, narahat olmayın. Sonra baxaq 72-ci suala. 72 kimin səhvidir? Kənanın. My friend lived very far. Deyir ki, mənim dostum çox uzaqda yaşayır. A'da deyir ki, it didn't take her long to get to our place. Ona bizim yerimizə gəlmək üçün çox vaxt lazım olmur. Axı uzaqda yaşayır, A getdi. We saw each other very often. Bir-birimizi çox tez-tez görürük. Tez-tez görə bilməz, axı uzaqda yaşayır. It took her very little time to get to our place. Onun üçün deyir, çox az vaxt aparır. Yenə də C də getdi. We met quite by chance. Bayaq qeyd eləmişdim. By chance nə demək idi Kənan? By chance dedim. By accident dedim. By'ın yazmadım. By accident. Bir də intentional idi. Bunlar üçü də nə idi? Bayaq qeyd eləmişdim. Təsadüfən. Bəli, təsadüfən. Deyir ki, biz tamamilə təsadüfən qarşılaşdıq. Cavab elə olacaq D. Y-də də deyir ki, biz gün ərzində çoxlu neçə dəfədə görüşürük. Cavab oldu D variantı. 72-dən sonra neçədir? 78, 80, 81-ə də baxaq. You needn't worry. Deyir ki, sən narahat olmamalısan. Kim deyər? Buradakı nit hansı nitdir? modal. Bəli, modal. Niyə? Çünki həm özü ilə düzəldir inkarı. Həm də V1-dən Həm də- əvvəl işləyib də. Bəli, ay sağ ol. Həm özü ilə inkar düzəlib, həm də V1 işlənir. Deyir ki, sən narahat olmamalısan. Operation is not going to be serious. Əməliyyat deyir ciddi olmaq üzrə deyil. Məncə də A variantıdır da. It is very gloomy news. Çox deyir bəd xəbərlərdir. You are seriously ill. Sən deyir ciddi şəkildə xəstəsən. Your life is in danger. Həyatın təhlükə altındadır. You have lost the game. Oyunu uduzmusan. A olacaq da cavab. Mən Burada- burada Gloomy elə bildim şad xəbər deməkdir ona görə. Yox, gloomy bəddir. Keçən dəfə də demişdim. Gloomy'ni həm insana aid eləyirlər, həm də havaya. Havaya aid olanda tutqundur. İnsana aid olanda da kədərlidir. Kədərli, pis. Bayaq kimsə nəsə deyirdi, kim idi? müəllimə burada tərcüməni səhv edib yazmışdım. Səhv yazmışdım. Başa düşdün indi səhvi? Bəli, bəli. Tamam. 80-ə baxaq. He spoke quickly and angrily. Deyir ki, o cəld və əsəbi şəkildə danışır. So, belə ki, the child could answer all his questions. Uşaq deyir, onun bütün suallarına cavab verdi. Bu müsbətdir. The child enjoyed himself. Uşaq deyir, əyləndi. Bu da müsbətdir. The child could understand nothing. Uşaq heç nə başa düşmədi. Mənfi. Child listened to him willingly. Uşaq deyir, ona istəkli şəkildə qulaq asırdı. Könüllü şəkildə. D də müsbətdir. The child was very pleased. Uşaq məmnun idi. Bu da müsbətdir. Fərqlənən cavabım düzgün cavabdır. Cavab olacaq C. Həm D-də willingly nə idi? Willingly istəkli, könüllü. Hə, tamam. Buradan yazım. Bilmirsənsə qeyd edə. Çox işlənən söz. Bu leksik testlərin məndə sözləri var. Onları atacağım sizə. Paralel o bir sözlərlə bir yerdə verəcəm. The sun was shining brightly. Deyir ki, günəş parlaq şəkildə işıq saçırdı. So, I had to put on my raincoat. Deyir ki, yağış. O raincoat-a nə deyirlər? Trench deyirlər. Bizim dildə nədir? Plaş. Plaş da ruscadır. Bizim dildə bilmirəm nədir. Nəysə. Deyir ki, mən onu geyinməli oldum. Yağış yağmış ki, günəş çıxıb. A getdi.
There were very dark clouds in the sky. Səmada deyir qara buludlar var. B də getdi. I had to wear sunglasses. C variantı düzdür də deyir eynəklərimi taxmalıydım. D-də deyir ki bizə soyuq idi. Y-də də deyir ki yollar slippery sürüşkən idi. Cavab olacaq C. Səhvlər bir hamı okeydir. Başqa səhv var 90-a qədər. Qalmadı ki səhvimiz. Okey. Keçək əvəzliyin ikinci hissəsinə, sonra ən sevdiyimiz məqama gələcəyik. Əslində əvəzliyin ikinci hissəsini demək olar ki keçmişik. Çünki biz quantify-əni bitirmişik, kəmiyyət bildirən sözləri. Burada da demək olar ki kəmiyyət bildirən sözlərlə ortaqdır çoxu. Deməli, əvəzliyin ikinci hissəsində biz danışacağıq müəyyən, qeyri-müəyyən və inkar əvəzliklərindən. Hansı ki kəmiyyət bildirən sözlər kimi istifadə olunur olar. Ol hamı bütün bütöv deməkdir. Oldan sonra necə isim işlənirdi? Cəmsin. Bəli, oldan sonra cəm isim işlənir. Boz hər ikisi deməkdir, ancaq sayıla bilən cəmlə işlənir. Sam bəzi bir neçə deməkdir. Sam həm sayılanla işlənirdi, həm də sayılmayanla. Sayılan, sayılmayan. Sonra any, heç istənilən deməkdir. Any'dən əvvəl inkar olmalıydı, bayaq da qeyd elədiyimiz kimi. Any'dən sonra inkar olmaz, amma any həm sayılanla işlənir, həm də sayılmayanla. Most əksər deməkdir. Həm sayılanla işlənir, həm sayılmayanla. Almost all demək olar ki, hamısı deməkdir. İç hər bir deməkdir. İçdən sonra ancaq sayıla bilən tək isim gəlir. Sayıla bilən tək. Bu evriyə də aiddir, eyzəyə də aiddir, neyzəyə də aiddir. Dördündən sonra da sayıla bilən tək isim gəlir. Every hər bir deməkdir və qaydaya görə demişdik ki, every of deyə bir şey yoxdur. Yadımıza salaq. Eyzə ikisindən biri istənilən deməkdir. Sayıla bilən təklə ancaq təsdiq cümlələrində işlənir. Neyzə ikisindən heç biri heç bir deməkdir. Neyzə olan cümlədə ikinci bir inkar ola bilməz. Neyzə cümləni inkara çevirirdi. Qabağından yazaq. Nan heç biri deməkdir. Nanın qaydası nə idi? Nandan sonra isim gəlməz. Nan plus isim görsək səhvdir. No heç deməkdir. No'dan sonra istənilən isim işlənə bilər. Zaten qabaqda qaydalarda görəcəyik. Bir dənə burada sizə qeyd eləmək istədiyim nədir? Əslində bir dəfə demişdim, yenə deyim. Nanla neyzənin fərqi nə idi? Neyzə of ancaq iki isimlə işlənir. Neyzə of deyəndə söhbət iki isimlə gedir. Amma nan of deyəndə üç və daha artıq isimlə söhbət gedir. Üç və daha artıq. Bu qaydanı yadınızda saxlayın. Ola bilər ki, variant arasında qalarsınız, səhv götürərsiniz. Əgər cümlədə iki dənə şey sadalanırsa, cavab neyzə ofdur. Üç və daha artıq sadalanırsa, cavabımız nanof olacaq. All-la boss-un qaydasını mən sizə demişdim. All-la boss yeganə kəmiyyət bildirən sözdür ki, özündən sonra of olmadan birbaşa təyin edici istifadə oluna bilər. Birbaşa təyin edici dediyimizdə nə idi? Həm Z artikılıdır, nə bilim, orada ola bilər yiyəlik əvəzi, orada ola bilər sifət, zərf, istənilən şey, istənilən təyin edici of olmadan gələ bilər. All students dolar, both students dolar, all the students dolar, both the students dolar. Yəni birbaşa da gələ bilər. Və yaxud da of varsa Z-si zaten olur da, birbaşa Z də gələ bilər. Sonra all'un həm də bütün bütöv mənasında özündən sonra sayıla bilən tək isim gəlir. Görək nə deməkdir. Mən bayaq sizə bir dənə the whole sözünü qeyd elədim. Testimizdə də var idi. Kitabı başdan aşağı oxumuşam. Yəni bütün kitabı oxumuşam. Bütün bütöv kitabı oxumuşam deyirsə, the whole-dan söhbət gedir. Özündən sonra sayıla bilən tək isim gəlir. Təyin edici all-dan sonra işlənir. Təyin edici all-dan sonra işlənir nə deməkdir? Məsələn, all the books. The whole-dan da əvvəl işlənir deyəndə Z-ni nəzərdə tutur ki, whole-dan əvvəl işlənir Z. Yəni o qayda odur. Başqa bir şey yoxdur burada. Məsələn, bax, yazıb ki, he devoured all the book in 2 hours. O deyib bütün kitabı 2 saatın içində. Devour siz nə deməkdir? Belə bir nəfəsə yeməyi yeyib qutarırsan, onu ingilislər məcazi mənada işlədir ki, elə ki 2 saatın içində kitabı yedi qutardı. All the book təyin edici all-dan sonra gəldi.
Və yaxud da he devoured the whole book. Z-ni gətirdi, qoydu bura. İkisi də eyni şeydir. All the book və yaxud da the whole book. Təyinici söhbəti də odur. Bir də olun bir dənə qaydası nədir yoldaşlar? Ol isimsiz işlənəndə, canlını əvəz eləyəndə xəbər cəm olur. Əgər cansız əvəz eləyirsə, xəbər təkdə olur. Məsələn, canlını cansız əvəz elədiyin hardan biləcəyik? İşləndiyi feildən. Məsələn, tutaq ki, partidə iştirak eləmək insana aiddir də, düzdür? Onda söhbət insandan gedirsə, xəbərim cəmdə olacaq. Və yaxud da desəm ki, hər şey təmir olundu, hər şey düzəldildi. Təmir olunmaq insana aid deyil ki, cansız bir şeyə aiddir. Cansıza aid olduğunu bilirsə, avtomatik xəbərimiz təkdə olacaq. Məsələn, yazıb ki, all have been doing an exam for 2 hours. Hər kəs deyir, examə 2 saatın içində hazırlaşdı. Examə hazırlaşmaq, imtahana hazırlaşmaq insana aiddir. Ona görə xəbərim olub cəmdə. Amma all has been done bayaz hər şey bizim tərəfimizdən edilib. Nəyinsə edilməyi cansıza məxsusdur. Ona görə də xəbər təkdə olub. Yəni tək xəbər, cəm xəbər anlayışı da budur. Sonra samın qaydasını zaten bilirik. Samdan sonra həm cəm isim gələ bilər, samdan sonra sayılmayan isim də gələ bilər. Samı əsasən təsdiq cümlələrində işlədirik. Amma xahiş mənasında və yaxud da arzu istək mənasında necə cümlələrdə işlədirdik? Sual cümlələrində də işlədə bilərik. Məsələn, tutaq ki, sizə kimsə qonaq gəlir, sən deyirsən ki, would you like some tea? Biraz çay istəyərsən, yəni çay istəyirsən, təklif eləyirsən də, düzdür? Onda samı sual cümləsində işlədə bilərsən. Məsələn, sam əsasən təsdiq cümləsində istifadə olunur. Həm cəm isim gəlir, həm sayılmayan. Bax, samdan sonra money, sayıla bilməyən isim gəlib. Və yaxud da samdan sonra pupil, cəm isim gəlib. İkisi ilə də işlənə bilər. Sonra nəzakət sualı bildirən cümlələrdə bunu dedik. En əvəzinə samdan istifadə olunur. Please'di, can'di, could'du, may'di, might'di, would like'di, bayaq qeyd elədiyim. Bu cümlələrdə ən çox samdan istifadə olunur. Bax, burada xahiş bildirir. Please, may I have some coffee? Biraz kofe ala bilərəm. Would you like some cakes? Biraz kek istəyirsən. Can you lend me some money? Mənə biraz pul borc verə bilərsən. Xahiş edirsən. Xahişdir, arzu, istək bildirən cümlələrdə sam istifadə olunur, sual cümlələrində. Sonra samla eninin fərqini bir də burada qeyd edib. Mən əslində sizə milyon dəfə qeyd eləmişəm ki, sam və samın törəmələri inkardan əvvəl işlənir, inkardan sonra işlənməz. Bu qaydanı yenə bunun yanında qeyd eləyək. Sam plus inkar olar, amma inkar plus sam olmaz. İnkar plus sam görsək səhvdir. Eni də bunun əksidir. Eni plus inkar səhvdir. Eni plus inkar olmaz, amma inkar plus eni olar. Eni ilə sam bir-birinin əksidir. Bu onun özünə də aiddir, törəmələrinə də aiddir. Törəmə də bilirik də nədir? Somebody'dir, something'dir, somewhere'dir, anybody, anything, anywhere. Bunlar some və any'nin törəmələridir. Məsələn, inkar samdan sonra işlənib. Somebody didn't agree with the decision. Kimsə qərarla razılaşmadı. İnkar samdan sonra gəldi. Some kinds of animals never sleep. Burada inkarı never yaradıb. Bəzi tip heyvanlar deyir, heç vaxt yatmırlar. Sonra any. Heç istənilən mənasında işlənir. Əsasən sual və inkarda istifadə olunur. Məsələn, sual cümləsində do you have any questions? Heç deyir sualım var, yəni. Və yaxud da John doesn't spend any money. John heç deyir pul istifadə eləmir. Any də istənilən bir mənasında təsdiq cümləsində işlədə bilərsiniz. Məsələn, tutaq ki, dostun səndən kitabı istəyir, kitab borcu istəyir oxumağa. Sən ona deyirsən ki, sən istənilən kitabımı götürə bilərsən. You can take any book. Onda olacaq any. Any təsdiq cümlədə işlənəcək. İstənilən mənasında işlənirsə, any təsdiqdə işlənir və özündən sonra sayıla bilən tək isim gəlir. Yazıb ki, bax, any student can solve this problem. İstənilən şagird bu problemi həll edə bilər. You can take any book. Sən istənilən kitabı götürə bilərsən. You can get any picture from the newspaper. Qəzetdən də istənilən şəkili əldə edə bilərsən. Any'ni istənilən bir mənasında işlədəndə təsdiq cümlələrində istifadə edə bilərsiniz. Sonra baxırıq qeydə. Qeyddə deyir ki, if olan cümlələrdə ifdən sonraki təsdiq cümləsində də any'dən istifadə olunur.
Yazıb ki, if anyone helps me on exam, əgər kimsə mənə imtahanda kömək eləsə, I will purchase chocolate for him. Onun üçün şokolad alacağam. If-dən sonra deməli necə birləşmə gələcək? Enli birləşmə. If anyone doesn't want to come, əgər deyir kimsə gəlmək istəmirsə, everything will be disclosed. Hər şey bağlanacaq. Deməli if olanda if-dən sonra eninin törəməli olan birləşmə gələcək. None. None dedik ki, heç biri deməkdir. İnkar əvəzliyidir və none-dan sonra isim olmaz. Bunu dəfələrlə qeyd eləmişik. Bu qaydanı yadınızdan çıxartmayın. None of-dan sonra həmişə cəm isim, tək xəbər işlənəcək. Əgər sayıla bilməyən isimsə, zaten bilir ki, xəbərimiz təkdə olacaq. None of-la neither of-un da fərqinin nə olduğunu dedik. None of 3 və daha artıq isimlərlə işlənir. No isə heç deməkdir, inkar əvəzliyidir. No-dan sonra amma istənilən isim gələ bilər. Elə bil ki, non-la no bir-birinin tərsidir. Non isimlə işlənmir, amma no istənilən isimlə işlənə bilər. Sonra no, some, every, eninin törəmələridir. Törəmələrin zaten nə olduğunu bilirik. Nobody, no one, nothing, nowhere. Bu no-nun törəmələridir. Eyni qayda sama, anyyə və every'yə də aiddir. Body'dir, one'dır, thing'dir, where'dir. Bu sözləri birləşdirməklə no-nun, some-ın, every'nin və eninin törəmələrini alırıq. Törəmələrin qaydası nədir? Heç vaxt törəmələrdən sonra of işlənməz. Yəni ki, tutaq ki, götürüb yazdınız ki, somebody of, someone of. Belə bir birləşmə yoxdur, səhvdir. Törəmə vəzliklərindən sonra isim gəlməz. Zaten qaydada isimsiz işlənən sözləri yazanda törəmələri yazırdıq ki, törəmə plus isim görsək səhvdir. Törəmə vəzliklərinin xəbəri həmişə təkdə olur. Tələbələri həmişə qarışdırırlar ki, everybody deyəndə hər kəs nəzərdə tutulur. Hər kəsi dediyimizə görə də xəbər cəmdə olur? Yox. Heç vaxt törəmələrin xəbəri cəmdə ola bilməz. Yəni ki, istəyir everybody olsun, istəyir somebody olsun. Xəbər təkdə olur. Tutaq ki, deyirəm ki, everybody helps me olacaq. Hər kəs mənə kömək eləyir. Helps olacaq, help olmaz. Yəni xəbəri heç vaxt cəmdə ola bilməz. Bu da törəmələrin qaydasıdır. Bir də ki, biz bayaq dedik ki, törəmələrdən sonra of gəlməz. Əgər ayrılıqda one yazırsınızsa, sonra of yazırsınızsa, onda düzdür. Çünki bu icə törəmə deyil. Bu, kəmiyyət bildirən evridir. Törəmə evri deyil. Sonra nəyə baxırıq? Sonra baxırıq azəyə. Azə başqa digər deməkdir. Zaten bilirik. Özündən sonra cəm isim də gələ bilər, sayıla bilməyən isim də gələr. Amma azədən sonra ismin gəlməyi mütləqdir. Məsələn, cəm isim gəlsin. Respect as a pupil if you wanted to be respected. Azədən sonra nə gəldi? Cəm isim gəldi. Deyək ki, digər insanlara hörmət elə, əgər sənə hörmət edilməyin istəyirsənsə. Və yaxud da azədən sonra sayıla bilməyən isim də gələ bilər. News nədir? Xəbərlər, amma xəbərlər sayılmayan isimdir. She spoke about as a good news. O deyir, digər yeni xəbərlər, yaxşı xəbərlər haqqında danışdı. Həm gələ bilər sayıla bilməyən isim, həm gələ bilər sayıla bilən cəm isim. Sonra ənazə. Ənazənin qaydası konkretdir. Sizə demişdim ki, qabağındakı ən artiklı ilə yadınızda saxlayın ki, artikl ancaq necə isimlə işlənir? Sayıla bilən isimlə. Deməli, ənazədən sonra sayıla bilən tək isim gələcək, xəbər də olacaq təkdə. Məsələn, another question. Həm sayıla bilir, həm də təkdədir. Sonra baxırıq Z-azəyə. Z-azə ilə azəni tələbələr həmişə qarışdırır. Azədən sonra uşaqlar heç vaxt tək isim gəlmir, ancaq ya cəm isim gəlir, ya da sayıla bilməyən isim gəlir. Buradan qeyd edeyim. Buradan yazaq ki, azə plus tək isim olmaz. Daha doğrusu sayıla bilən tək isim olmaz. Belə işlənsə səhvdir. Amma Z-azədən sonra istənilən isim gələ bilər. İstənilən isim dediyimizdə nədir? Həm sayıla bilən təkdir, həm sayıla bilməyəndir, həm də sayıla bilən cəm isimdir. Yəni, Z-azə gördü sözündən sonra ismin gəlməyi mütləqdir. Amma qabağında Z olmağının səbəbi nədir? Mən sizə demişdim ki, Z müəyyən edici, təyin edici artikeldir. Tutaq ki, məsələn, əvvəlcədən bir şey haqqında məlumat veriblər. Sən ikinci dəfə onun haqqında danışanda qabağına Z artikelini atmalısan. Məsələn, deyək ki, John has 3 sons. John'un 3 dənə oğlu var. 2 of them live in Moscow. İkisi Moskvada yaşayır. Digəri, yerdə qalan oğlu. Mən bilirəm, axı söhbət kimdən gedir? John'un oğlundan, düzdür? Yerdə qalan oğlu deyəndə qarşısında Z-azə olacaq. Çünki müəyyəndir. Bilirik kim haqda danışırıq. Kim haqda danışıldığı müəyyən isə qabağında mütləq bu Z artikli olmalıdır. Deyir, o bir oğlu da Bakıda yaşayır.
Sonra baxırıq bura. Məsələn, bax, burada da deyir ki, imtahanda 2 dənə səhvim olub. Biri biologiyadandır. Biri biologiyadandır. Digəri deyəndə mən bilirəm də söhbət nədən gedir. İmtahanda elədiyim səhvdən. Digəri də qabağında mütləq Z artikli olur. Digəri də ingilis dilindəndir. Sonra baxırıq nəyə? Azəsə. Azəsindən Z azəsə. Zaten bayaq sizə azəsindən Z azəsi dedim ki, birincisi buradan qeyd eləyək ki, azəsdən də Z azəsdən də sonra isim gəlmir. Azəsdən Z azəs başqaları digərləri deməkdir. Xəbər rol, daha doğrusu mübtəda rolunda çıxış eləyir. Özündən sonra da xəbər gəlir. Bax, məsələn, deyək ki, what else can you tell me about others? Digərləri haqqında mənə nə deyə bilərsən? Cümlənin sonunda işlənib burada. Tamamlıq rolunda işlənib. Və yaxud da özündən sonra xəbər gələnə baxaq. Deyək ki, there are many cars in the garage. Qarajda çoxlu maşın var. Bəziləri bahalıdır, yerdə qalanlar, digərləri. The others are old fashioned. Köhnə dəbdədir. Və yaxud da group consists of 10 students. Qrupda 10 nəfər var. Two are girls. İkisi qızdır. Yerdə qalanları, digərləri. Bilirəm ki, söhbət qrupdakı uşaqdan gedir də, düzdür. Söhbətin nədən getdiyini bilirəm deyə olacaq the others are boys. Yerdə qalanları da oğlanlardır. Sonra başqa nə var burada? Başqa əslində bu bildiyimiz qaydalardır. Burada gördüyünüz sözlərdən sonra yoldaşlar. What'dur, no'dur, some, any'dir, every'dir, yəli halıdır, yəli əvəzlikləridir. Özlərindən sonra ancaq az işlənə bilər. Məsələn, deyək ki, there is no other, no other way. Başqa heç bir yolumuz yoxdur onu həll eləmək üçün. Və yaxud da what other? Question do you have? Başqa nə sualın var? Give me Jane's other book. Jane's, yəli əvəzli yoldur. Jane'in digər kitabını mənə ver. Burada gördüyünüz sözlərdən sonra qarşısında article olan heç bir sözü işlədə bilməzsiniz. Article və təyin edici istəyir müəyyən olsun, istəyir qeyri-müəyyən olsun, article gəlməz. Bir də burada isimsiz işlənən sözlərdir deyəsən. Azəsdir, yenə baxaq. Z azəsdir, nandır, elotdur, elsedir, içazədir, vanənazədir və törəmələrdir. Bunlardan sonra isim gəlməz. Asılı forma hər zaman isim tələb edir. Biz bilirik ki, yəli halın 2 dənə forması var. Asılı, bir də müstəqil. Müstəqil olan hansı idi? Mine idi, yours idi, his idi. Hansı ki, bunlardan sonra isim gəlmirdi. Amma asılı forma özündən sonra həmişə isim tələb eləyir. Keçən dəfə də demişdik ki, adından da bilinir ki, nədənsə asılıdır. Nədənsə dediyimiz də nədir? İsimdir. Özündən sonra isim tələb eləyir. Şəxs əvəzlikləri ancaq cümlənin əvvəlində gəlir. Adından göründüyü kimi də şəxs bildirir. Özündən sonra mütləq xəbər gəlir. Cümlənin sonunda və ortasında gəlmir. Ancaq əvvəlində gəlir. İnkarla, eni ilə samın da mənasını bildik ki, inkardan əvvəl eni istifadə olunmaz. Yəni, eni plus inkar olmaz, inkar plus sam olmaz. Qayda bu qədərdir. Bura kimi kiminsə sualı var. Əslində təkrar kimi bir şey oldu. Qayda ilə bağlı sualı olan var. Yoxdursa rekordu dayandırıram. Keçirik